İlkin də qayıdıb gəlib, şirkətin bütün işlərini verirəm ona. Şirkəti o idarə edəcək. Çünki sənin o çoxlu işlərin var idi, ha, ailə ilə bağlı. Onda sənin başın yaman qarışıq idi və eyni zamanda şirkətdə də hər şey qarışmışdı bir-birinə. Çox böyük problemlər ola bilərdi. Elə birincisi o Çinlərlə görüş təyin eləmişdi, nə getməmişdi. O əsl fəlakət oldu. Əgər özünü yaxşı aparmazsan, səni şirkətdən uzaqlaşdıracağım və maddi resurslardan da məhrum edəcəm səni. Tərcümə edeyim, yoxsa lazımdır? Hakim bəy. Bir dəqiqə, mən hələ hər şeyi deməmişəm. Bu yaxınlarda araşdırmışıq ki, sən şirkətdən çoxlu miqdarda pul çıxartmışsan. Bizdən xəbərsiz. Mən dərinə getsəm, hələ sənin çox əyri-müyri işlərini bizə çıxardaram, amma istəmirəm. Hakim bəy, inanın ki, məsələ belədir. Bilmədiyiniz şeylər var. Mən bilmədiyim şeylər ola bilər, amma hər şeyi mən görürəm, hər şeyi faktla deyirəm. Əgər istəsəm, səni bir anda heç nəsiz qoyaram. Heç yana dərdin çatmaz. Və buradan çıxandan sonra artıq o sevdiyin Nigarın yanına, sevdiyin oğlun Muradın yanına gedə bilməyəcəksən. Səni buradan aparacaqlar başqa ünvana, həbsxanaya. Başa düşdün məni, Anarçık? İki kişidir. Bu vəziyyətimdən də məni hədələyir. Elə bir indi kim özüm gördüyü işlər hamısı düzdür. Hoş geldin. Gelir. Necəsən? Necə hiss edirsən özünü? Şükür, bax, indi yaxşıyam. Lap yaxşı, tək yaxşı olasan. Səni gördüm, daha da yaxşı oldum, Nigar. Bugün axşam ya da sabah bıraxırıq səni. Allah, lap yaxşı. Elə istəyirəm ki, oğlumuzla bir yerdə qeyd edək. Bu problemlərdən canımızı qurtarmağımızı. Olsun. Yaxşı. Qeyd eləyərik. Gedək evimizə. Bir yerdə yemək yeyərik. Murad da çox narahat idi. İndində özünə gəlirdi. Belədir. Necə deyərlər, bir yerdə qeyd edərik. Azadlığa çıxmağıma. Mənim ümumiyyətlə ağlıma da gəlməzdi ki, bunu Ramil eləyə bilər. O mənim ağlımdan tamam silinmişdi, elə bil. Elədir, Nigar. İnan, heç mənim də yadıma düşmürdü, heç mənim də ağlıma gəlmirdi. Bölmədən çıxanda rastlaşdıq axı onunla. Doğru. Dəhlizdə üz-üzə gəldik. Dedim ona. Dedim, necə qıydın Sevdəyə? Necə əlin gəldi?
bir kəlmə də cavab verə bilmədi. Şərəfsiz əclaf. Heç laf. Nigar. İnanırsan elə istəyirəm ki, bunların hamısını onu da yaddan çıxaraq geçsin. Dəhşət bir şeydir bu. Mən də. Ah, tamam yadımdan çıxıb. Unutmuşam, işim var idi mənim. Ne olacak? Git. İşine band olsun. Danışarıq yaxşı. Keşke şey belki kim olardın gör. Keşke. Keşke şu an senden ayrılmayardım. Yine yalan danıştım. Yine anlattım beni. Ben dil görüşmürəm. Salam kızım. Yok hayır. Böyle olmaz. Ben bir şey fikirleşmeliyim. Bu hakimden el çeken oxşamır. Onda gələn mənim ilkindən el çəkim.
Niye bu benim başıma geldi? Başa düşe bilmirəm, bax mən nə eləmişdim? Salam. 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 Nə yaxşı gələ bildin? Mən dedim gecəyəcən qalarsan orada. Anarın qarolunu çəkərsən. Heç yana qaçasıdır. Onun indi yaxası mənim əlimdədir. Bundan narahat olmayın. Başa düşmədim. Nə planınız var ki? Planımız yoxdur. Onlar da yaxşıdır. Ya bu gün axşam, ya da sabah səhər onu buraxacaqlar. Mən də yəqin ki, axşam gedərəm yanına. Hələlik isə uşaqla məşğul olum. Daha nə eləmək olar? Klinikaya qədər gəlib demirsən ki, uşağa baxa bilmirsən. Əlbəttə baxa bilmirəm. Baxmağına baxaram, Amma uşaq anasını istəyir, atasını istəyir. Asan da elə bil. Çay içirsən? Necəsən? Şükür mən yaxşıyam. Sən necəsən? Nə olub? Heç nə. Vəfaya zəng edirəm, cavab verin. Telefonu söndürüb. Narahat qalıram. Bəlkə zərət qası bitib, sönüb telefon. Telefondur da, min dənə şey olur. Bəlkə xarab olub. Niyə bu qədər narahat olursan? Uşaqdır belə. Heç xaricə gedəndə bu qədər narahat olmurdum. Axşam harda olsa gələrəm. Narahat olma. Leyla, nə olub sənə? Biraz özünə əl al. Özünə elə aparırsan ki, bir vəfa uşaqdır, böyük qızdır da. Niyə bu qədər narahat olursan ki? Nə bilim. Mən də anlayam, sən başa düşürəm. Uşağın telefonuna bir dəqiqə zəng çatmayanda adam dəli olur. Ağlına min cür şey gəlir. Amma sonra görürük ki, daha demən boş yerə bu qədər həyəcanlanmışıq. Orası elədir. Bilmirəm, Nigar, bilmirəm. Çox narahatam. Narahat olma. Harda olsa gələr çıxır. Leyla, təzə travmatoloqla əlaqə saxlaya bilmərəm, otağında da yoxdur. Telefon nömrəsi də yoxdur məndə. Sən bir onunla danışardın, anarın rengin şəkilləri görə nə göstərir? Bir dəqiqə elə Fidanın nömrəsini birinci elə sənə atım. Attım, gəldi. Gəldi. Elə özünə zəng elin, qoyub gəlsin bura. Fidan, salam. Fidan, Nigar xanımın otağına yaxınlaşa bilərsən. Anarın rentgen cavabları ilə əlaqədar danışmaq istəyirdi. Yaxşı. Gəl, gözləyirəm. 2 dəqiqəyə yaxınlaşacaq. Lap yaxşı. Anar da deyir, buradan çıxanda gedək evə. Bir yerdə qeyd eləyək.
buradan çıxmağa. Nə yaxşı. Sağ ol. Salam Fidan. Fidan xanım, mən Anarın vəziyyəti ilə maraqlanırdım. Siz baxmısınız da rengin şəkillərinə. Nə göstərir rengin şəkilləri? Ciddi bir şey var? Yox, narahat olmayın. Ciddi bir zədəsi yoxdur, baxmışam. Özünə demişəm, ya bu axşam ya da sabah səhər gedə bilər. Yəni vəziyyəti qənaət bəxşdir. Nə gözəl, şükür Allaha. Minnətlər. İç. Sağ ol. Götür. Yaxşı. Nə olub? Hə? Niyə beləsən ki? Nə bilim yana, nəsə keyfim yoxdur. Niyə? Bayaqdan yemək də yemədin. Heç olmasa çayını içmədin. Bilmirəm sənə deməyim düzgündür yoxsa yox. Nəyi? Vəfa nəsə axır vaxtlar şıltaqlıq eləyir. Başa düşə bilmirəm mən qızı. Onsuz da axır vaxtlar aramız da soyuqdur. Bir gün görüşməli idik. Mənə dedi ki, anamla görüşüm, sonra səndən görüşərik. Mən də sevindim də, çoxdan da görüşmürük. Danışaq görək nə var nə yox. Hələ. Heç nə, gördüm ondan zəng gəlmir, heç bir xəbər eləmir mənə. Mən özüm zəng vurdum. Əvvəlcə telefonuma cavab vermədi. Sonra da telefonu söndürdü üzümə. İndi əsəbləşmişəm, mən bu qızı başa düşə bilmirəm. Nişandan sonra bir dəfə də belə olmuşdu. Sonra düzəldi. Bax, indi nə olub, başa düşə bilmirəm. Özünü qəribə aparır nəsə, mən bilmirəm, səbəbini bilmirəm, niyə belə eləyir. Niyə eləsin ki, başa düşmədimmiş, soruş da. Belə ailənin oğlu onun qapısına gedib, belə minnət olsun. Nə fors eləyir o? Kimə fors eləyir? Sənə? Nə olub yəni? Yaşa nə olacaq? Sən o əziz xələf gəlinin mən uşağıma fors eləyir. Hələ gəlib qapıdan ayağını içəri qoymayıb. Belə hərəkətlər eləyir. Bunun axırı nə olacaq? Hə. Mən də onların yanına gedirdim yolda. Onu gördüm. Deyirəm, salam qızım. O heç cavab vermədi mənə. Heç üzümə də baxmadı. Başa düşmədim nə məsələdir. Qudurğanlığa bax ha. Onun üçün deyiblər, suyun lalaxanı, adamın yerə baxanı. Biz gərək özümüzə layiq ailə ilə qohum olaydıq, onlarla yox. Mən Gördün axırını? Hərəkətinə bax, qızın. Mən əvvəlcədən razı deyildim. Ana vəfa ilə qız deyil. Burada nəsə başqa bir məsələ var. Nə məsələ olacaq ki, başa düşmədim. Mən deyirdim. Kimdir mənim sözümə bağlısan? Gəl. Verirsən Nigar. Heç evə getməyə hazırlaşıram. Elə mən də. Deyirəm, bəlkə çıxardasa oturaq. Bu bütün bu problemlərdən qurtulmamızı bir qeyd edək. Nə deyirsən?
Tural, üzürlü say. Bugün Murad atasıyla bir yerdə şam yeməyi təşkil eləmək istəyirəm. Bu axşam onlarla olacaq. Başa düşdüm. Başa düşdüm. Sizə xoş istirahətlər. Sənin xəbərin var idi ki, Anar məni polisdən xilas eləmək üçün qətli öz boynuna götürməyə hazır idi. Yox, necə yəni? Düz eş, mən də gözləməzdim bunu ondan. Amma görəndə ki, məni təzdən saxladılar, məndən başqa da şübhəli heç kim qalmayıb, gedib müstəntiqə yalandan ifadə verib ki, güya Sevdanı öldürüb. Təsəvvür eləyirsən? Başa düşdüm. Yaxşı. Mən gedim onda. Nigar bax. Bu vaxta qədər sənə istəyimlə bağlı nə demişəmsə, hamısı düzdür. Bundan sonra da dəyişilməz olaraq qalacaq. Mən səni sevirəm, Nigar. Mən bilirəm, Tural. Mən bunların hamısını bilirəm. Mən sənə inanıram. Amma Vəfa. Vəfa kızım. Vəfa. Ne olur üzüme bak. Sen ne demek istiyorsun ha? Ne çamadandı belə Vəfa. Neynirsən sən, neynəmək istəyirsən Vəfa. Ama sen ben yalan danıştın. Mənə dedin ki, hakimlə görüşmürəm, münasibəti kəsmişəm. Amma öz gözümlə gördüm hər şeyi. Mənə yalan danışdın. Yox kızım. Tam təsadüfə bax. Nəyəsə görə, yəqin ki Anarı görmək üçün klinikaya gəlmişdi. Təsadüfən koridorda rastlaşdım. Bir-iki kəlmə söz soruşdu məndən. Niyə ki? Sən cərrahsan? Niyə səndən soruşsun kənarı? Niyə yalan danışırsın? Mən uşağam sənin üçün. Vəfa, mən nəyə desən and içə bilərəm ki, mənim hakimlə heç bir münasibətim yoxdur.
Aramızda heç bir münasibət qalmayıb, bitib hər şey. Mən daha sənə inanmıram. Elə ona görə də ilkindən münasibətimi bitirib gedirəm Londona. Vəfa, qurban olum, qızım belə eləmə. Yalvarıram, qızım belə eləmə. Xahiş edirəm. Gecdi ana. Gecdi. Sən mənim bütün inanımı alt-üst elədin. Tutaq ki qayıtdın Londona. Sən orada nə edəcəksən, hə? Bax, orada nə işlə məşğul olacaqsan. Mən bura gəlməmişdən qabaq, orada mənə iş təklif eləmişdilər. Sənə görə, ilkinə görə yox demişdim. Amma indi görürəm ki, burada məni bağlayan nəsə yoxdur. Səni də görmək istəmirəm. Ona görə də getsəm yaxşıdır. Qızım, mən bu həyatda səndən əziz, səndən dəyərli varlığım yoxdur. Qalmayıb, mənim o adamla daha heç bir münasibətim qalmayıb. Sən başa düşmüsən, qızım. Sən getsən, mən ölərəm, Vəfa. Vəfa, nə olar belə eləmə, xahiş edirəm. Mənim ağıllı balam, nə olar belə eləmə. Yaxşı. Sənə son şansı verirəm. Amma bir də nəsə öyrənsəm, məndən incimə. Yox, Onda sənə heç xəbər belə eləməyəcəm. Birbaşa gedəcəm. yaxşı. Sən necə istəyirsənsə elə olsun. Mən sənə söz verirəm ki, bir də qoyub aramı sən əziyyət çəkəsən. Sən mənim bu həyatda ən dəyərli varlığımsan. Məni ayaqda saxlayan sənsən, Vəfa. İlkindi. Özün danış. Alo. Salam İlkin, salam. Yox, Vəfayevdən narahat olma. Biraz özün yaxşı hiss eləmir, yatıb. Oyatmaq istəmirəm. Yaxşı. Oyanan kimi deyəcəm sənə zəng eləsin. Oldu. Çox sağ ol. Sənə görə narahatdır. Sən gəl ona. Qızım. Sən getsən mən ölərəm. Məni bu həyatda saxlayan yeganə əziz varlıq sənsən. Bütün dünya qurban olsun sənə. Bunu unutma, yaxşı? Mən bunu aparım yuxarı.
Gəldin. Geldim. Əyləş. Gerçekten eziyet çekme. Əyləş, ayaq üstə qalmaq olmasın, əyləş. Necəsən? Ağrımırsan ki. Nigar bak yanında burada senin yanında. Hiçbir ağrı hissedemiyorum. İkisine o kadar rahatım ki. Nigar başımıza çok pis işler geldi. Çok pis. Keşke hamısını silebileydik, onu da bileydik. Çox gərginləşmə. Olmaz sənə. Ben bak senin yanında özümü gergin hissedemiyorum. Eksine. Necə deyərlər, özümü çox xoşbəxt hiss edirəm. Muradı çağırım gəlir. Bu niye yerinde yoktu ki? Salam xan. Salam. Anar ağaya bu partidə yatırdı. Biraz əvvəl evə yazdılar onu. Nigar doktorla çıxdılar. Nigarla. Bəli, Nigar xanımla çıxdılar. Yaxşı oldu. Çıxsın. Buyurun. Anar sulu yemək yerdin də birinci. Nigar, klinikada bütün günü sulu yemək yemişəm, neçə gündür. Evə qoyub mədəm indi bir toy bayram edesin. Atamdan bilirdim ki, anam oradan çıxardacaqsan. Qoymayacaqsan ki, anam orada qalsın. Hə oğlum. Atam məndən ötürü elə böyük fədakarlıq elədi ki, heç vaxt yadımdan çıxartmayacağam. Nigar, senden ötürü her şey yani. Her şey. Lazım gelse ölüme de gelirim. Yaxşı, yaxşı, ölmək lazım deyil. Gəlirəm mən. Narahatsam benim Hakem Bey. Ben Aysel'i atmayacağım. Arabada ben kızımın yanında olacağım. Aysel'le Zehran'ı çok isterim. Her şeyin boş kalmasın.